Allah Rəsulü qızı Fatiməni İmam Əliyə ərə verəndə təbii ki, valideyndir. Valideynin xeyir duası olur, tövsiyəsi olur. Fatimiyə buyurur qızına, mənim gözümün işığı, ürəyimin bir parçası. Qızım, səni mən elə bir kişiyə verirəm ki, elə bir insana verirəm ki, o hünərli, cüssəli, qüdrətli. Sən Əlinin evinə gedəndə nə qədər ömrün olsa, nə qədər Allah sənə ömür versə, ömür yoldaşın içəri girəndə özün onu qarşıla. Və sonra Peyğəmbər əlavə eləyir, düşünmə ki, övladların olmaz, övladların da olanda özün. Atacan, bunun bir sirri var mı? Sirri var qızım. Nədir sirri? Sirri budur ki, evdə ömür yoldaşı, həyat yoldaşı ər, yorğun, narahat, əsəbi vəziyyətdə gəlmiş olarsa, qapını açanda xanım əgər onun üzünə təbəssüm edərsə, bütün kişinin qəm-qüssəsi, yorğunçuluğu, narahatçılığı aradan gedəcək. Allah Rəsulü neçə əsr bundan öncə qızı Fatimiyə buyurmuşdur.